Salam, bu videoda sizə Malayziyanın Kuala Lumpur şəhərini göstərəcəm. Hal-hazırda Kuala Lumpurun mərkəzindəyəm. Məşhur qoşa binaları buradadır. Bu binalar Kuala Lumpurun simvoludur deyə bilərik. Hal-hazırda axşam çağı olduğu üçün artıq işıqlar yandırıblar ətrafda. İnsanlar parkda istirahət edir. Burada bu formada süni göl və fontan var. Malayziya İndoneziya nisbətdə çox daha inkişaf eləmiş və modern bir ölkədir. İndoneziyanın da paytaxtı Jakarta şəhərində olmuşam. Orada da bu formada binalar var idi. Sadəcə bir ölkədə görə biləcəyiniz yoxsulluq səviyyəsi Malayziyada hansı yerdədirsə, İndoneziyada ondan çox-çox aşağı yerdə. Bu da o deməkdir ki, Malayziyada insanlar arasında gəlir bərabərliyi İndoneziyaya nisbətən daha aşağıdır. Təbii ki, bu tip binaların olması bir ölkəni inkişaf etmiş göstərmir. Göstərsə belə göstərməməlidir. Bununla onu ölçmək olmaz. İnkişaf etmişlik daha çox ölkənin institutlarında, iqtisadiyyatında özünü göstərir. Malayziya bu baxımdan da mənim müşahidəm əsasən yaxşıdır. Polislər səliqəli işləyirlər, çox yaxşı inkişaf etmiş nəqliyyat sistemləri var və s. Malayziyada mall olduqca məşhurdur. Deməli, bu şəhərdə başqa heç bir yerdə görmədiyim qədər mall görmüşəm. Demək olar, bütün bu formada binaların ilk 3-4 mərtəbəsi malldur. Həm öz yerli brendlərinin, həm də xarici brendlərin mağazaları var. Malayziya ilə İndoneziyanın yoxsulluq səviyyəsini müqayisə etsək, İndoneziyada vəziyyət çox daha acınacaqlı idi. Malayziyada küçədə yoxsul insanlar görmək olur, lakin bunlar daha çox gəlmə insanlardır. Bu ölkəyə miqrasiya eləmiş, bu şəhərə miqrasiya eləmiş insanlardır. Bangladeş, Hindistan kimi ölkələrdən gələn miqrantlardır. Lakin İndoneziyada yerli əhalidən də yoxsulluq içərisində yaşayan insanları görmək olur. Asiya ölkələrində insanlar idmana xüsusi diqqət yetirirlər. Bunu olduğum İndoneziya və Malayziyada müşahidə eləmişəm. İndoneziyada nisbətən daha zəif idi. Amma eşitdiyimə görə Vyetnam, Tayland kimi ölkələrdə də idman insanların gündəlik həyatındakı fəaliyyətlərdən biridir. Buralarda gördüyüm başqa müşahidə isə insanlar səhərlər çox tez oyanırlar. Əsasən İndoneziyada bunu müşahidə elədim. Saat artıq 6-da insanları işə gedərkən görmək və ya saat 7-də mağazaların artıq açıldığını görmək olurdu. Və eyni zamanda çox gec saatlara qədər də işləyirlər. Axşam 10-11 kimi işləyirlər. Hansı ki, bu Avropada maksimum 10-dur. Malayziya haqqında bir digər maraqlı fakt, Malayziya Malaylardan və Çin əsilli Malaylardan təşkil olunur. Bu ölkədə bu iki icma arasında bir çəkişmə var. Nəyi nəzərdə tuturam? Malay əsilli Malaylar hakimiyyətdə daha çox təmsil olunduqları halda Çin əsilli Malaylar daha çox biznesdə güclüdürlər və daima bir-birlərinə sözlərini keçirtməyə çalışırlar. Bu məlumatları daha yaxşı internetdən özünüz araşdıra bilərsiniz. Lakin bu formada ətrafda danışıqlar eşitmişəm. Bundan əlavə Çin əsilli Malay olmaq Malayziyada üstünlük gətirən bir şeydir. Yəni kim ki Çin əsilli Malaydır, onun müxtəlif iş vakansiyalara müraciətdə onun seçilməsi ilə nəticələnir. Çin bu tərəflərdə çox güclüdür. Bunu həm İndoneziyada, həm Malayziyada görmək olur. Malayziyada daha çox görmək olur. İndoneziyada nisbətən az. Küçələr gördüyünüz kimi təmizdir. Yəni təkcə Bakının küçələri təmiz deyil, eyni zamanda Malayziyanın küçələri, Kuala Lumpurun küçələri təmizdir. Bakıya gələn xarici turistlərin ən çox vurğuladıqları şeylərdən biri Bakının küçələrinin təmiz olduğu, hətta dünyanın başqa hər yerindən daha təmiz olduğunu deyirlər. Mən də onlara qatılıram. Həqiqətən Bakının küçələri təmizdir. Təəssüf ki, bu texnologiya hesabına, əhalinin təhsil səviyyəsi hesabına deyil, daha çox neft pulları hesabınadır. Bu məsələyə xərclənən pullar hesabına. Malayziyada yol qaydaları da yaxşıdır, yol nişanları da yaxşıdır. Misal üçün, baxın, burada çox yaxşı bir yol xətləri var. Hər tərəfdə nişanları var, işıqforları var. Düzdür, bura şəhər mərkəzidir, amma bütün ölkə bu formadadır.